Uşaqlar, bugün sizlə Mustafa Vahidin 40 sınaq kitabından 20-ci ümumi sınağa baxacağıq. Deməli, bizə nə deyir? Birinci olaraq bizdə belə bir, deməli, bizdə birincidə nə istəyir? Alfanı tapmağımızı istəyir. İlk nəyə baxırıq? Baxın, burada baxdığımız eyni ilə bir dəqiqə şəkil gətirək. Aha, bizim burada nəyə baxmağımız lazımdır? İlk olaraq baxırıq ki, biz burada nəyi görürük? Bura 116 dərəcə verib, bura 152 dərəcədir və bizdən alfa bucağını istəyir. Bunlar hansı bucaqlardır? Uyğun tərəfləri paralel bucaqlar. Uyğun tərəfləri paralel olan bucaqlar haqqında nə demişik? Əgər eyni adlıdırsa bir-birinə bərabərdir. Və daha sonra bunları kəsən bir düz xətt verilib. Bizə deyir ki, bura 116 dərəcədir. Bura 116 dərəcədirsə, bura neçə dərəcə olmuş olur? Qonşusu olduğuna görə qonşu bucaqların cəmi 180-dir. 180-dən çıxırıq 216-nı, qalacaq 64 dərəcə. Deməli, bu hissəmiz 64 dərəcə. Əgər bura 64 dərəcədirsə və bizə nəyi verib? Bizə daha sonra da verib bu hissəni ki, bura 152 dərəcədir. Biz nəyə baxırıq? Biz baxırıq ki, burada bir dənə üçbucaq yaranır və üçbucağın biz demişik ki, sizə bir daxili bucağını verib 64 dərəcə və bir xarici bucağını verib 152 dərəcə. Biz demişik ki, üçbucağın iki dənə daxili bucağının cəmi onun bir dənə xarici bucağına bərabər. Yəni, mən buradakı bucağı tapmaq buradakı bucağı necə tapa bilərəm? Bu bucaqla, yəni x-la 64-ün cəmi bizə 152 verir. X-la 64-ün cəmi bizə 152 verir. X-i tapıram buradan. 152-dən çıxıram 64-ü və məndə neçə dərəcə olmuş olur? 152-dən 64-ü çıxdıq. Deməli, bizim qalacaq 88 dərəcəmiz. Bu 88 dərəcə. Biz də demişik ki, eyni adlı bucaqlardır. Əgər bu 88 dərəcədirsə, deməli, bu bucaq da 88 dərəcədir. Onda yazırıq hansı variantı? D variantı doğrudur. Keçdik növbəti hissəyə. Növbəti tapşırığımızda nə deyir? Növbəti tapşırığımızda bizə deyir ki, A üstündə mənfi 3-də 2, üstündə, deməli, 3-də 4. Vurulsun A üstündə 9-da 10. Nə edirik? Əvvəlcə bu qüvvətin qüvvətə yüksəldilməsi xassəsidir. Qüvvəti qüvvətə yüksəltdikdə bir-birinə vuracaq. Olacaq A üstündə mənfi 3-də 2-ni 3-də 4-ə vurduqda mənfi 9-da, 2-ni 4-ə vururuq, mənfi 9-da 8. Vurulsun A üstü 9-da 10. Bunları vuran zaman üstlər toplanılır. Əsaslar eynidirsə, üstlər toplanılır. Mənfi ilə müsbəti topladıqda modulca böyükdən kiçik çıxılır və böyük işarəsi qoyulur. 9-10-dan 9-a 8 çıxırıq, 9-da 2. Bu oldu A üstü 9-da 2. Yəni, hansı variant? B variantı doğrudur. Keçirik 3-cü suala. 3-cü sualda bizə nə deyir? Deyir ki, mənfi 4,3-də 1 və 2,5-də 3 arasında neçə natural ədəd var? Diqqətli olun, neçə tam ədəd demir, neçə natural ədəd deyir. Natural ədədlər də hardan başlayır? 1, 2. Vəssalam, kifayətdir. 1, 2. A variantı doğru olmuş olur. Daha sonra baxırıq neçənci suala. Daha sonra baxırıq 4-cü suala. Bizə deyir ki, A və B çoxluqları üçün N A ilə B-nin kəsişməsi, daha doğrusu A-nın B-dən fərqi nəyə bərabərdir? 2-yə. Yəni, A-da olub da B-də olmayan elementlər 2 ədəddir. Və A ilə B-nin kəsişməsini 3 ədəd verib. A-nın elementlərinin sayını istəyir. Bu olsun A çoxluğu, bu olsun B çoxluğu. A-nın B-dən fərqi dedikdə bu hissəni nəzərdə tutur. Burada 2 dənə element var. Və kəsişmədə də 3 dənə. A-nın bütün elementlərinin sayını tapmaq üçün bu ikisinin cəmini tapırıq. 2 toplansın 3, 5 A variantı. Daha sonra keçirik 5-ci suala. 5-ci sualda bizə deyir ki, kökdən 3-cü dərəcədən çıxdıqda cavab 2-yə bərabərdir. O zaman yazırıq ki, kök altında 3-cü dərəcədən x topla 4 2-yə bərabərdir. Hər tərəfini kuba yüksəldirik. Hər tərəfini kuba yüksəltdikdə kubun kökün dərəcəsi getdi. Qalır x topla 4 bərabərdir 2-nin kubu. 2-nin kubu da bərabərdir 8-ə. Onda x nəyə bərabərdir? X bərabərdir 4 olmuş olur. Keçirik 6-cı suala. 6-cı sualda qarşılıqlı sadə ədəddir deyir A və 3 toplanılsın B. A-nın və 3 topla B-nin qarşılıqlı sadə ədəd olduğunu deyir. Bəs nə idi qarşılıqlı sadə ədəd? Ortaq olaraq birdən başqa heç bir ədədə bölünməyən ədədlər qarşılıqlı sadə ədədlər idi. Və bizə deyir ki, əkobu 345-ə bərabərdir. Qarşılıqlı sadə ədədlərin xatırlayaq ki, əkobu onların hasilidir. Yəni, A vurulsun 3 toplansın B bərabərdir 345-ə. Bizə deyir ki, 10A üstə gəlinsin AB 450 olarsa A-nı tapın. Nə edirik biz buradan? Əvvəlcə deyir ki, buradan tapaq ki, 3A üstə gəlinsin AB bərabərdir 345.
Daha sonra 10A üstə gəlinsin AB verib bizə 450. Sistem təmin eləyərək 3A-dan 10A-nı çıxırıq eləyəcək 7A. AB-ləri çıxdıq. 345-dən də 450 çıxacaq. Daha doğrusu burada eləyəcək mənfi 7A. 345-dən də 450 çıxdıqda bizə verəcək deməli 105 dərəcə. Yəni mənfi 105 dərəcə. A-nı buradan tapırıq. Bərabərdir 15 dərəcəyə. 15 dərəcə deyil, sadəcə 15 ədəd Y variantı. Keçdik digər hissəyə. Digər hissədə bizdən istəyir 7-ci sualda. Deyir hesablayın. Hesablamanı nəyə əsasən aparacağıq? Deyir ki 3-də 2, 4-də 3, 5-də 4, 6-da 5 və s. Bunların hasilini tapın. Biz nə edirik? Baxırıq ki 3-lər ixtisar gedir, 4-lər ixtisar gedir, 5-lər ixtisar gedir. Hətta 20-də 19-dan əvvəl bizdə 19-da 18 var. 19-lar da gedəcək, 18-lər də gedəcək. Surətdə birincidə yalnız 2, məxrəcdə isə nə qalacaq? 20. 20-də 2, onda 1, yəni 0,1-ə bərabərdir. D variantı doğrudur. Keçirik 8-ci suala. 8-ci sualda söhbət düzbucaqlı üçbucaqdan gedir. Düzbucaqlı üçbucağın hətta deyirsən sahədir. Sahəsi 32-dir və ABC düzbucaqlı üçbucağında AC deyir ki, bərabərdir 2BD-yə. Deməli, düzbucaqlı üçbucağımızı çəkək. Bizə deyir ki, A çəkdiyi D və bunun bizə hündürlük falan olduğunu heç nəyi demir deyəsən. B, burada C. Bizə deyir ki, sahəsi 32 olan ABC düzbucaqlı üçbucağında S bərabərdir 32, düzbucaqlı üçbucağında AC bərabərdir 2BD-yə. Yəni BD-yə x veririk, AC-yə isə 2x veririk. İndi biz nəyə deyirik burada? X və 2x verib bizə, bizdən də SABD-nin qiymətini istəyir. ABD-nin qiymətini istəyir. Median yalnız hipotenuzun yarısına bərabər, düzdür, hündürlükdə bərabər ola bilər. O da 45-45 üçbucağında. Biz deməli neyniyək? Bunu bir median olaraq baxaq. Median olaraq baxırıqsa neyniyir? Oturacaqlar bərabər bölünür. Yəni AC 2 bərabər hissəyə bölünür. Və bizdən SABD-ni istəyir. Ümumi üçbucağın sahəsi 32-dir. Əgər üçbucağın oturacaqları hansı nisbətdə bölünübsə, sahələr də eyni nisbətdə bölünür. Əgər oturacaqlar bərabər bölünübsə, deməli sahələr də bərabər bölünüb. O zaman 16 olmuş olacaq. Yəni hansı variantdır? A variantı doğru olmuş olur. Keçirik deməli digər suala. Digər sualımız 9-cu sualda. Bizə deyir ki, bir üzünün diaqonalı 4 kökdə 2 olan kubun həcmini tapın. Kubun hər bir üzü kvadratdır və kvadratın diaqonalı A kökdə 2 ilə tapılır. Yəni kubun hər bir üzü fərq etməz hansı üzü, bir üzünün diaqonalı A kökdə 2-yə bərabərdir. 4 kökdə 2. A-mız nəyə bərabərdir? 4-ə. Tərəfi tapdıq 4. Kubun həcmini istəyir. V bərabərdir A kubu doğrudur. A kubu isə 4-ün kubu, yəni 64-ə bərabərdir. Keçirik 10-cu suala. 10-cu sualda bizə nə deyir? 10-cu sualda bizə deyir ki, duzluluğu 30% olan 40 litr məhlula neçə litr su əlavə edilərsə, alınan məhlulun qatılığı 25% olur. Deməli, duzluluğu 30%. Əgər duzluluğu 30%-dirsə, bu o deməkdir ki, bunun məhlulun tərkibinin 30%-i qədər tərkibində duz var. Mən də 40 litrin nəyini tapıram? 30%-ni tapıram. 40 litrin 30%-ni tapıram. Bu da nəyə bərabərdir? 12-yə bərabərdir. İndi deməli bunun içərisində 12 litr, 12 qram duzumuz var. Daha sonra nəyə baxırıq? Deyir ki, alınan məhlulun qatılığı 25% olar. İndi əgər mən məhlula su əlavə edirəmsə, düsturum belə idi. Maddə bölünsün məhlul, üstə gəlinsin, su vurulsun 100. Maddəmiz nə qədərdir? Maddəmiz 12 litrdir, məhlulumuz 40 litrdir. Üzərinə nə qədər su gəlməliyəm bilmirəm. Üstə gəlinsin x, vurulsun 100. Bərabərdir 25%. O zaman yazırıq ki, 12 bölünsün 40 toplansın x bərabərdir %25-ə, yəni 4-də 1-ə bərabərdir. Çarpaz vuraq, 12 vurulsun 4, 48 bərabərdir. 40 topla x-i 1-ə vururuq, 40 topla x də bərabərdir 8 litr. B variantı doğrudur. Keçirik növbəti suala. 11-ci sualda
deməli, bizə nə deyir? Deyir, avtomobil A məntəqəsindən başlayaraq 50 km/saat sürətlə 4 saatı getdikdən sonra B məntəqəsinə çatır. Deməli, A məntəqəsindən başlayır və saatda 50 km gedərək 4 saat gedib. Saatda 50 km gedərək, yəni bunun 50 deməli, kilometr saat bunun sürətidir, kilometr bölü saat sürətidir. T-si də nəyə bərabərdir? 4 saata bərabərdir. İndi bizə deyir ki, daha sonra yenidən hərəkətə başlayaraq nə qədər yol gedir? 40 km/saat sürətlə 6 saat yol gedir. Ümumən gedilən yolu istəyir bizdən. Ümumi gedilən yol. Gedilən yolu tapmaq üçün S bərabərdir V vur T düsturundan istifadə edə bilərik. Saatdə 50 ilə gedirsə 4 saat gedibsə, ümumilikdə 200 km yol gedib. Daha sonra 40 km/saat sürətlə gedir və 6 saat hərəkətdə olub. Bu zaman nə qədər yol getmiş olacaq? 240 km də burada gedir. Ümumilikdə isə 440 km yol getmiş olur. Yəni C variantı doğrudur. Keçdik digər hissəyə. 12-ci sual. 12-ci sualda bizə deyir ki, çoxhədli şəklində yazılışında sərbəst həddi tapın. Sərbəst həddi tapın nə deməkdir? -1 üzərində 23 vurulsun 1-in kvadratı. Niyə belə yazdıq? Sərbəst hədd heç bir dəyişəni olmayandır. Və bizə verilmiş birinci mötərizədə sərbəst həddimiz -1-dir. Qüvvəti neçədir? 23. Vurulsun. İkinci mötərizədə sərbəst həddimiz 1-dir, 1-in də kvadratı. -1-i 23-cü dərəcədən qüvvəti -1-ə bərabərdir. Tək dərəcədən qüvvəti mənfi ədədlərdə mənfiyə, cüt dərəcədən qüvvətləri isə müsbətə bərabərdir. Vurulsun 1-in kvadratı, yəni vurulsun 1. -1-i 1-ə vurduq, nəyə bərabərdir? -1-i 1-ə vurduq, bərabərdir -1-ə. Keçdik digər hissəyə. Digər hissəmizdə nə deyir? Bizə deyir ki, bərabərsizliyi həll edin. Bizə verilən bərabərsizliyi həll etmək üçün hər birini ayrı-ayrıqda sıfıra bərabər edirəm. Yəni, verilən blokların hər birini, mötərizələri ayrı-ayrıqda sıfır edirəm. X kvadratı bərabərdir 0, x bərabərdir 0-a, x çıxılsın 3 bərabərdir 0, x bərabərdir 3-ə, x toplansın 5 bərabərdir 0, x bərabərdir -5-ə. Və bizə deyir ki, bərabərsizliyi həll edin. Biz ayrı-ayrı kökləri tapdıqdan sonra ədəd ox üzərində qeyd edirik. Kiçikdən böyüyə doğru. -5, 0 və 3. Daha sonra baxırıq ki, işarəmiz kiçikdir bərabərdir işarəsi. Kiçikdir bərabərdir işarəsi olduğuna görə içərilərini qaralayırıq. Və bizə nə deyir? Həmin aralığı tapmaq üçün interval qurmalıyıq. Interval qururuq. 3-dən böyük ədəd seçirik. 3-dən böyük ədəd, məsələn, 4 seçirik. 4-ün kvadratı hər zaman müsbətdir. 4 çıxılsın 3 müsbət, 4 topla 5 müsbət. Bu isə olacaq müsbət. 0 ilə 3 arasında bir ədəd seçirik. 2 seçək. 2 gətirib yerinə qoyduqda onsuz da kvadrat hər zaman müsbətdir. 2 çıx 3 mənfi, 2 topla 5 müsbət. Mənfiyi müsbətə vurduq. Bu isə bizə nəyi verəcək? Mənfi. Burada kvadrat olan hissədə, yəni x kvadrat deyil, 0. Deməli, 0-ın ətrafında təkrarlanma baş verəcək. Nə deməkdir təkrarlanma? 0-dan kiçik bir ədəd götürürük. Məsələn, -1. -1 çıx 3 mənfidir. -1 topla 5 isə müsbətdir. Mənfiyi müsbətə vurduqda necə ədəd eləyir? Mənfiyi müsbətə vurduqda, deməli, mənfi ədəd eləyir. Deməli, burada da bir nə olacaq? Mənfi. Deməli, əgər kvadrat varsa, cüt dərəcə varsa təkrarlanma baş verir. Daha sonra baxırıq nəyə? -5-dən kiçik bir ədəd götürürük. -5-dən kiçik ədəd, məsələn, -6. -6 çıx 3 müsbət, üzr istəyirəm, mənfi. -6 topla 5 mənfi. Mənfiyi mənfiyə vurduq müsbət, x kvadratda müsbətdir. Bu da olacaq, bu isə müsbət. Bizdən 0-dan kiçikdir bərabərdir hissəni istəyir. Yəni, -5-dən 3-ə qədər olan hissəni istəyir. Yəni, D variantı doğrudur. Keçirik digər hissəyə. 14-cü sualda bizə nə deyir? Deyir ki, bu tənliklə verilmiş çevrə mərkəzinin koordinatlarını və radiusunu tapın. Ümumən, çevrə tənliyi necə idi? X çıxılsın A-nın kvadratı üstə gəlsin Y çıxılsın B-nin kvadratı bərabər idi R kvadratı. Və biz burada nə edirik? A və B-yə mərkəzi nöqtələr deyirik. A və B-yə mərkəzi nöqtələr. A-nın cavabı isə R kvadratıdır. Elə buradan başlayaq. 64 R kvadratıdır. R kvadratı bərabərdir 64-isə, R də bərabər olacaq 8-ə. Baxırıq hansı hissəyə? Baxırıq hansı hissəyə? Bizə A və B-ni deyir. X çıxılsın 4-ün kvadratı, Y çıxılsın 3-ün kvadratı. Mərkəzi koordinatlar 4 və
3 olacaq. Önəmli bir xatırlatma. Əgər x toplansın 4-ün kvadratı olsaydı, mərkəzi koordinat -4 olardı. Yəni, mötərizə daxilində verilən ifadənin əks işarə ilə götürürük. 4, 3 və radiusu 8. 4, 3, radiusu 8 D variantı doğru olmuş olur. Keçirik digər hissəyə. 15-ci sualda bizə nə deyir? 15-ci sualda bizə deyir ki, ifadəni sadələşdirin. İfadəni sadələşdirmək üçün vuruqlara ayırmalıyam. X kvadratı çıx 2x çıx 15. Yəni, cəmi 2 hasil -15 eləyən ədədlər. X çıx 5 vurulsun, x toplansın 3. Yəni, -3 və 5. -3 və 5-i də mötərizə daxilində yazdıqda x işarə ilə yazırıq. Daha sonra yazıram x kvadratı çıx 9x topla 20. Yəni, cəmi 9 hasil 20 eləyən ədədlər. 4 ilə 5, yəni x çıx 4 vurulsun, x çıxılsın 5. İndi yazaq, x çıx 5 vurulsun, x topla 3 vurulsun, x çıx 4 vurulsun, x çıx 5. 5'lər getdi, qalacaq x topla 3, üzr istəyirəm. X topla 3, x çıxılsın 4. X topla 3 bölünsün, x topla x çıxılsın 4, hansı variantdır? D variantı doğrudur. Keçirik 16-cı suala. 16-cı sual bir üçbucaq sualıdır. Bizə deyir ki, ABC düzbucaqlı üçbucağında, baxın A da düzbucaqdır. Bucaq A 90 dərəcədir. J isə ağırlıq mərkəzidir. Ağırlıq mərkəzi nədir? Onu xatırlayaq. Ağırlıq mərkəzi medianların kəsişmə nöqtəsi idi və medianlar kəsişən zaman təpədən başlayaraq 2-1 nisbətində bölünür. İndi biz nəyə baxaq? Əvvəlcə üçbucağımızı çəkək. Üçbucağımız. İndi bizə bu hissəni verir. Bu hissəni verir və bu hissəni verir. İndi J ağırlıq mərkəzidir. Bizə deyir ki, AB-miz 12 sm-dir. Əgər 12 sm-dirsə, düzdür, mənim şəklimdən oxşamır, amma belə deyək ki, ağırlıq mərkəzi də medianların kəsişmə nöqtəsidir. Əgər ümumi 12 sm-dirsə, deməli 6 olacaq. Sonra deyir ki, GD bu hissə 3-də 10-dur. Əgər bura 3-də 10-dursa, başdan başlayan hissə onun 2 qatıdır. Yəni 3-də 20-yə bərabərdir. Və bizdən nə istəyir? Bizdən istəyir ki, AC-ni tapın. Necə tapacağıq? Birincisi bizə verilən üçbucaq düzbucaqlı üçbucaqdır. Düzbucaqlı üçbucaqda median çəkmişik. Ümumən biz buranın ümumi uzunluğunu tapa bilərik. Necə tapırıq? 3-də 10 buradırsa 3-də 20 dedik bu hissədədir. Şəkildən oxşamasa da, yəni ümumən elədir. 3-də 10 və 3-də 20-ni toplasaq medianın ümumi uzunluğunu taparıq. 3-də 10 ilə 3-də 20-ni toplayırıq. Yəni bu hissəsi ilə bu hissəsini toplayaq. 3-də 30 eləyəcək. O da nə deməkdir? 10. Əgər mənim medianım 10-dursa, o zaman hipotenuzum neçədir? 20. Və biz düzbucaqlı üçbucaqdan danışırıqsa, o zaman 20-nin kvadratından çıxacağıq 12-nin kvadratını. Bu da bizə verəcək 16-nın kvadratını. Yəni bu hissə olacaq 16. Daha sonra 17-ci sual deyir ki, qiymətlər oblasına daxil olan ən böyük tam ədədi tapın. Qiymətlər oblasti. Nədir onun qiymətlər oblasti? Y bərabərdir. Kökün altında ax kvadratı toplanılsın, bx toplanılsın, s. Yadımıza salaq. Əgər a-sı 0-dan kiçik idisə, qiymətlər oblasti 0 və kök altında n aralığı idi. A-sı da 0-dan kiçikdir. A-sı neçədir? -1. İndi gəlin tapaq, n-i tapaq. N bərabərdir 4ac çıxılsın b kvadratı bölünsün 4a. Yəni 4 vurulsun -1 vurulsun s 5 çıxılsın b kvadratı. 2-nin kvadratı 4. Bölünsün 4 vurulsun -1. 4-ü -1-ə vuruq. -4. -4-ü 5-ə vurduq. -20. -20-dən 4 çıxırıq. -24 bölünsün -4. Yəni nəyə bərabərdir? -24-ü -4-ə böləndə müsbət 6-ya bərabər olacaq. O zaman yazırıq ki, 0-dan kök altında n-ə. Və bizə deyir ki, daxil olan ən böyük ədədi tapın. Yəni 0-dan kök altında 6-ya, daxil olan ən böyük ədəddə kök altında 6-dan təxminən 2 tam nə qədərsə çıxır. Yəni 2 tamdan böyük ədəddir. O zaman tam hissəsi də bərabər olacaq 2-yə. Daha sonra 18-ci sual kəsrin ixtisarını istəyir bizdən. 4x kvadratı bölünsün 16ay kvadratı. Bölmə zamanı tərsinə vururuq. 8y kubu a bölünsün 2x kvadratı y. Neynirik? 4 ilə 2 ixtisar gedir. Burada qalır 2.
x kvadratları gedəcək. Daha sonra y kubu. Y kubu ilə y gedir. Y kvadratı qalır. Daha sonra y kvadratları da gedir. A'lar da gedir. 2-ni 8-ə vururuq 16. 2-ni 8-ə vurduqda 16. Deməli 16'lar da gedir. Onda yerində nə qalacaq? Sadəcə 1. Keçək 19-cu suala. İki oxşar üçbucağın sahələri nisbəti 144 bölünsün 16 olarsa oxşarlıq əmsalını tapın. Ümumən biz nəyi xatırlayaq? Biz yadımıza salaq ki, sahələr nisbəti oxşarlıq əmsalının kvadratına, yəni k kvadratına bərabər idi. O zaman baxaq nəyə? Əgər sahələr nisbəti 144 bölünsün 16-dırsa, onda biz tapacağıq ki, 144-dən çıxacaq 12, 16-dan çıxacaq 4. 12 bölünsün 4 bərabərdir k-yə. Yəni k-mızı 3 almış oluruq. Buradan da bir xatırlatma eləyək. P1 bölünsün P2, L1 bölünsün L2, M1 bölünsün M2, R1 bölünsün R2, H1 bölünsün H2, A1 bölünsün A2. Bunların hamısı nəyə bərabər idi? K-yə bərabər idi. K isə oxşarlıq əmsalı idi. Yəni perimetrlərdən bölənlər, medianlar, hündürlüklər nisbəti bir-birinə bərabərdir. Sahələr nisbəti K kvadratıdır. V1-in V2-yə nisbəti isə K-nın kubunu bizə vermiş olacaq. 20-ci sual. Deyir ki, futbol turnirində komandalar ev və səfər oyunu olmaqla 2 görüş keçirirlər. Cəmi 156 görüş keçirilmişdirsə, turnirdə neçə komanda iştirak etmişdir? Deməli, futbol turnirində komandalar ev və səfər oyunu olmaqla 2 oyun keçirirlər deyir. Əgər 2 oyun keçirirlərsə, belə eləyək. N vurulsun, N çıxılsın 1 düsturundan istifadə eləyək. N vurulsun, N çıxılsın 1 bərabərdir nəyə? 156'ya. Yəni ki, tutaq ki, A komandası ümumi A topla bir sayda komanda var. Və ya A sayda belə deyim, ümumən tutaq ki, 20 dənə komanda var və bu 20 komandadan tutaq ki, bir komandanı götürürəm A komandası. A komandası gerdə qalan oyuncularla oyun oynayacaq. Yəni ki, A komandasının kimlərlə oyun oynayacaq? A komandası yerdə qalan 19 komanda ilə oyun oynayacaq. Özündən bir vahid əksik sayda. Burada da n vurulsun n çıxılsın 1 156'dır. N kvadratı çıxılsın n. Çıx 156 bərabərdir 0. Təbii ki, siz diskriminantla bu geri qalanını apara bilərsiniz. D kvadratı bərabərdir. D bərabərdir B kvadrat çıxılsın 4AC və s. burayla gətirə bilərsiniz. Amma burada n ədədi neçədir? N bərabərdir 13'ə. 13, birinə 13'dür. Bir də 13 çıxılsın 1, 12. Əsas bizə 13 lazımdır. Bizə n-in qiyməti lazımdır. Neçə komanda iştirak eləyib? 13 komanda. Keçirik digər sualımız 21-ci sualı. 21-ci sualda bizə nə deyir? Deyir ki, AD və BC vətərləri Y nöqtəsində kəsişir. Bucaq ABC 25 dərəcədir. Bucaq ABC-ni 25 dərəcə verib. Bunu işarələyək. Bu isə bizə deyir ki, A, B, C3 bucağı və Y də yazaq. ABC-miz 25 dərəcədir. Buranı yazdıq 25. Və bizdən nə istəyir? BCD-ni də verib. BCD-ni isə verib 45. Və bizdən CYD-ni istəyir. Yəni CYD bizdən buranı istəyir. Gəlin baxaq. Burada nə var? Eyni qövsə söykənən daxilə çəkilmiş bucaqlar var. Yəni AC qövsünə söykənən həm ABC bucağı var, həm də ADC bucağı var. Əgər bura 25-dirsə, o zaman burada 25-dir. 25 və 45-in cəmi bizə verəcək 70. 70 isə bura qalacaq 110 dərəcə. Bunu yazdıq belə. Keçdik digər hissəyə. Bu 21-ci sual idi. İndi 22-ci sual. 22-ci sualda bizə nə deyir? Deyir ki, parabolasının kəsişmə nöqtələri arasındakı məsafə. Ümumən iki funksiyanın kəsişməsində funksiyalar bir-birinə bərabərləşdirilir. Y bərabərdir x çıxılsın 2 1-idir. Y bərabərdir x kvadratı çıx 6x toplansın 8 də bir funksiyamızdır. Kəsişmə nöqtələri dedikdə əvvəlcə bunları bərabərləşdiririk. X çıxılsın 2 bərabərdir x kvadratı çıx 6x toplansın 8. Onda yazırıq x kvadrat. Bu müsbət x-dir. Keçdi digər tərəfə mənfi x. Bu mənfi 2-dir. Keçir digər tərəfə müsbət 2. 8 ilə 2-ni toplayırıq. Neçə eləyəcək?
O da bərabərdir 10. Bərabərdir 0. X1-i tapırıq. X1 bərabərdir. Toplayanda 7, vuranda 10 eləyən ədədlər 5 və 2. X2 də bərabərdir 2. İndi biz bunları tapdıq. Biz Y-ın qiymətlərini tapmalıyıq. Y bərabərdir. Fərq etməz. Ya bu funksiyada, ya bu funksiyada. Gətirib yerinə yazırıq. X-in yerinə 5 yazıram. Y bərabərdir 5 çıxılsın 2. Y bərabərdir 3-ə. Yəni koordinatlarımdan biri 5, 3. Digəri isə 2 qoyduqda 2 çıx 2, 0. Yəni digəri isə 2, 0 koordinatı olur. Və iki nöqtə arasındakı məsafəni tapmaq üçün biz hansı düsturdan istifadə edirdik? Kök altında x2 çıxılsın x1-in kvadratı, üstə gəlilsin y2 çıxılsın y1-in kvadratı. Yəni ki, kökün altında 5 çıxılsın 2-nin kvadratı, üstə gəlinsin 3 çıxılsın 0-ın kvadratı. Fərq eləmir, 2-dən mi 5-i çıxırsınız, 5-dən mi 2-ni çıxırsınız? Bu da bərabərdir. 5-dən 2 çıxdıq 3. 3-ün kvadratı 9. Üstə gəlinsin 9. Kökün altında 18. Kök altında 18 də nəyə bərabərdir? 9 vurulsun 2. Yəni 3 kökdə 2-yə bərabərdir. Necə yazırıq? Kök altında 18-i 9 vurulsun 2 yazıram. 9-dan kök çıxardıram 3. Qalır kökün altında 2. 3 kökdə 2. Bu bir sualımız. Sonra keçirik növbəti suala. Növbəti sualımız 23-cü sualdır. 23-cü sualda bizə nə deyir? Böyük ehtimal oxşarlıq sualıdır. Deyir ki, ABCD paralelogramında çəkək əvvəlcə şəklimizi tam olaraq. A, B, C, D paralelogramında AB'miz 5'dir, BF 1'dir. Daha sonra D təpəsindən çəkilən DY düz xəttinin, yəni bu hissənin uzantısı AB tərəfinin uzantısı ilə F nöqtəsində kəsişir. Kəsişdirdik. Bizə deyir ki, BYF-in sahəsi 2-dir. BYF-in sahəsi 2-dir. DYS-nin sahəsini istəyir. Burada nəyə baxırıq? Burada bir qum saatı var. Paralelogramın ümumən tərəfləri paraleldir. Bura 5-dirsə, burada 5-dir. Çünki qarşı tərəfləri paralel və bərabərdir. 5, 5. Və biz burada nədən istifadə edəcəyik? Oxşarlıqdan təbii ki, istifadə edirik. Oxşarlıqdan istifadə elədikdə bura 1-dir, bura x-dir, bunun sahəsi 2-dir, bunun da sahəsi s-dir. Tərəflər nisbəti 1-in x-ə nisbətinin kvadratı bərabərdir 2-nin s-ə nisbəti. Yəni x kvadratında 1 bərabərdir 2 bölünsün s bircə dəqiqə. Tərəf olaraq 5 vermişik biz. 5. 5-in kvadratı da eləyəcək 25. 1 bölünsün 5. Yəni tərəflər nisbəti, baxın bu tərəfin bu tərəfə nisbəti, tərəflər nisbəti bərabərdir 5-də 1-dirsə, sahələr nisbəti onun kvadratı olur. Yəni 25-də 1. Və 2 bölünsün sahəsi nədir? S. Onda tapırıq ki, S bərabərdir. 25-i 2-yə vurduq. Neçə eləyir? 50-yə bərabərdir. Keçirik növbəti suala. Növbəti sual nəyə bərabər? Nəyə deyilir? Bizə deyir ki, x toplansın 7 bölünsün y kvadratı toplansın 2y çıxılsın 15 bərabərdir 0-dır. Ümumən, əgər bir kəsin qiyməti 0-dırsa, sürətə 0 edirəm. X topla 7 bərabərdir 0-a, x bərabərdir nəyə? Mənfi 7-yə. Amma məxrəc hər zaman 0-dan fərqli olmalıdır. Y kvadrat topla 2y çıx 15 fərqlidir 0-dan. Toplayanda mənfi 2, vuranda mənfi 15 eləyən ədədlər y1 bərabərdir mənfi 5, y2 bərabərdir 3. Daha sonra gətirib aşağıda yerinə yazıram. 2 vurulsun x-in yerinə 7, üstə gəlsin y kvadratı bərabərdir 11. 2-ni 7-yə vurduq, oldu. Deməli, 14. 14 üstə gəlinsin. Daha doğrusu 2-ni mənfi 7-yə vururuq. 2-ni mənfi 7-yə vuranda 2 vurulsun mənfi 7. Mənfi 14 üstə gəlinsin y kvadrat bərabərdir 11. Y kvadrat da bərabərdir 25. Y-ın hansı qiymətləri var? 5 və mənfi 5. Və biz təbii ki, mənfi 5-i götürə bilmirik. Məxrəc 0-dan fərqli olmalıdır. 5-i götürürük, x-dan da mənfi 7-ni. Mənfi 7, 5 qiymətləri doğrudur. Və keçirik sonuncu sualımıza. 25-ci sual. 25-ci sualda bizə nə deyir? Deyir ki, funksiyası üçün şərt ödənir. Fx bərabərdir x kvadrat üstə gəlsin 2x toplansın a. Yəni ki,
X-in yerinə 3 qoyanda y 18 alacaq. Yazırıq 3-ün kvadratı üstə gəlinsin 2 vurulsun 3, üstə gəlinsin A. Bərabərdir nəyə? 18-ə. 9 üstə gəlsin 6. 15 üstə gəl A bərabərdir 18-dir. A-mız da bərabərdir 3-ə. Bu da bizim bir sınavımızın sonu.